Sabahınız xeyir, gününüz aydın olsun. Biz oyanmışıq, kənddə hava çox gözəldir. Xoruzun səsini eşitdiniz. Belə hər şey yaxşıdır. Oyanmışıq. Xoruzlar hələ dayanmaq bilmir. Sizi dedim salamlayım, videomuzu açım. İndi yeni video. Mən danışıram, onlar da danışır. Yeni video qoydum. İnşallah siz onu izləyin. Bunu da çəkirəm. Daha sonra bunu yükləyəcəm. Bizdə heç nə. Güllərimizə baxın. Qaynanamın gülləri. Soyuqdur qızım. Ölü deyil bax. Gör nə tərdir. Soyuqdur, başı nəyib. Həm də ki uzundur. Bağlayıb hamısını qaynanam buduyub baxın. Hamısını buduyub töküb ki qışa yaxşı çıxsın. Bunlar. Çok qəşəngdir, çox gözəldir. Bunlar da çox qəşəngdir. Ləzzətdir də, ləzzət. Maşınımız orada. Belə ailişlə gəzməyə çıxmışıq. Sər-sər dedim. Biraz hava alsın. Fidanla dəniz yatıb. Elə belə uzanıblar. Yarpaqlara baxın da qəşəng tökülüblər. Mən danışıram, onlar da. Güllərimiz, evimiz. Belə çox güllər yoxdur. Yayda bilirsiniz də buralar heç qətiyyən görsənmir. Hamısı qaynanamın əkdiyi güllər, sort. Kocaman ağacdır, baxın. Kökləri necə çıxıb üzdə durub. Yağış yuyub aparıb, köklər üzdə durub. Kənddə səhər-səhər durdun, ancaq toyuqlara yemək, hindişkalara yedizdirmək. Baxın. Az, nə olub? Bu nə qəşəngdir. Bunun adı var ya, yadımdan çıxdı. Çox qəşəngdir, baxın. Bu da. Bu. Guli. Guli. Biraz uzaqlaşın, bunlardan qoymurlar. Danışım. Sonra bunlar qızıl güllərdir, hamısı sort rəngbərəng. Amma sağlam o. Qaynanam hamısı. Daha baxın qızıl gülümüzə. Evimizin yanı ilə keçəlim aşağı bağa. Bu da çolpalar, toyuqlar, tavuklar. Bayho, gör dayandılar mı? Burada da odunlar. Burada qaz hələ çəkilməyib bu kəndə. Ancaq odun peçi istifadə edirlər. Amma mənim o qədər xoşuma gəlir. Heç istəmirəm qaz çəkilsin. Çox xoşuma gəlir odunun yanmağı. Bu da Baykal. Baykal, o birisinin adı nə idi? Qaraca. Qaraca ilə Baykal. Qoy sizə yaxınlaşdırım. Çox mən yanına gedə bilmirəm. Belə. Gedək yavaş-yavaş bağa. Buradan da toyuqlar gəlir yavaş-yavaş. Bunları bəzən setkiyə qoyurlar. Bəzən də belə çıxıb gəzirlər. Toyuqları çəkirəm. Belə. O qədər ağırdı. Alıram, bax. Hə, yaxşı gəl. Mən bu soyur, özümə qılın düzəldək. Yox, Yusufə deyər düzəldər. Belə gedək bağa. Görək o tərəflərdə nə var, nə yox. Bu kuxunun pəncərəsidir. Buradan belə vaxt düzəldiblər odun yığmaq üçün. Çox əlverişlidir. Gedək ailə gəzək. Nə istəyirsən sən məndən, hə? İt burnu ağacı var burada. Uy, buradan əvvəl alça yığırdıq. İndi yavaş gözümə girər. Baxın.
İt burnular. Mən çox işlətmirəm. Evdə də çox varımdır. Əslində bundan çay dəmləyib içəndə çox yaxşı olur. Çox xeyirli bir bitkidir. Amma ki mən istifadə eləmirəm. Hə, qopart birini. Belə gəzirik. Gəl. Tamam. Yavaş. Sizə sincab olsaydı göstərərdim. Kirpi, sincab görürəm. Görəndə ya kamera əlimdə olmur. Ya bura dirlik yeridir. Ya buradan pomidor falan yığırdım. Buradan keçirdik də, hə? Yoxsa başqa yol yox idi ki. Yadımdan çıxıb. Yo, bura yol olmalıydı axı hardansa keçmək üçün. Keçirəm ama burada sana oradan bir yol var. Buradan. Ha bak. Buradan nətər keçəcək? Benim o tersen yol var orada. Hə, tamam. Görək sincab falan görsəydik çəkərdik, qəşəng sincablar. Oy. O bir şeyleri var. Ya yıxılarıq, ya yıxılmarıq. Gəlin keçdik. Hə. Gedək, gedək. Bunlar kələmdir. Kələmlər, amma qaynanam qırıb deyəsən. Hə, yoxdur, yaşıllıqlar qalıb. Kələmlər idi. Daha sonra burada nə var? Nədən qalıb? Aa, biberlər. Oy! Ayağımdan şəbit çıxdı. Dayan. Oy. Geyindim, köhnə ayaqqabı geyinmişdim. Geyindim. Hər şey qutarıb, şey qalıb. Bilbil qalıb. Bax. Biz bilbil deyirik də, acı biber. Baxın, burada da var. Tülkü olur. Görün nə gözəldir. Yerde bunlar yemişler da. Nə? Ben çıkacağım. Nənə əkəcək, əksə çıxacaq, əkməsə yox. Biberlar. Buna bax, balaca. Sonra harda var? Belə biber də var. Hə. Benim nenem saklı. Niyə qızım? Ne bileyim. Nə deyəcəksən nənəyə? O da gelsin. Hə, yaxşı. O yemək bişirir də. Ana çolpa bişirir. Bir de baxın. Güzelim. Gel burada sen şəklimi çəkim. Hə, qopar. Şirin olar o. Aferin sana. Hə, qır bax. Hə, eybi yox. Buradan da ya təzə yağış yağıb təmiz. Şirindir. Oğurluq elədik bir dənə. Baxın, yarpaqlar nə gözəl şığılıb. Mama bak bunları. Nədir o? Hə, onlar nəsə bitkidir bilmirəm. Bir pomidor. Hə. Ayda, burada nə qəşəng şəkil çəkdirmək olar. Yardıma düşsəydik, gedəndə atanla çəkdirərdik. Gəl burada sən otur, səni çəkim. Ailini burada fotosesiya edirdim. Gəl, əlini ver aşkım. De. Aferin, üstü təmizlə. Bende de şey yoktu. Yox, heç nə yoxdur. Üzüyüm düşmüşdü. Buradan da çıxış var. Görək, açıqsa çıxaq buradan. Qəşəng yarpaqlar. Hepsini çəkdim sizə. Bağlıdır. Çıxaq, bağlayalım. Gəl, qayıdıb bağlayaq. Buradan setkadan. Ay. Bağladıq setka qapımızı da. Hələ qutarmamısan? Yox. İyi. Burada güllərin yanında da səni çəkərəm. Sonra gedərik. Bunlar hamısı yazda inşallah açacaq tezdə. Yarpaqlayacaq, tumurcuqlayacaq. Belə. Arxa tərəfdən getdik, gəldik evimizə. Bu gülə bayıldım. Sizə göstərim. Bu bilmirəm nə gülüdür. Baxın, nə gözəldir. Ay Allah. Allah hər şey möcüzədir də yaratdığı hər şey. Çox bayıldım. Çox süperdi. Çox. Yenə gəldim qulqulların yanına. Çıxaq evə. Güzel. Buradayım. Durdun. Ne olub? Geldi kızdan sapıştılar. Ayağını çırp gel kuzum.
Bu da qışlıq limonlar. Baxın. Mama dedi. Gel burada limonun yanında da sen çəkim get. Burada aslında çoxdur. Mama yarısını aparıb başqa yerə qoyub. Ki qışda ölməsin, şaxta vurmasın. Bunu da evə qaldıracaq. Hayır ama bu da. Belə, yoruldun. Hə. Bura qoyuram, sonra çıxanda götürərsən. Tamam, gel. Ayağımı soyun, girək evə. Yorulub qız. Xanım qız yorulub. Kaktuslara baxın. Bu da bir növ kaktusdur. Belə. Gəldim evə. Uşaqlar oturublar. Yüzkam. Yorğunçuluq. Səhər açılandan yorulmusunuz siz. Saat 6'da uyanıyorum ben. Aha. Onlar bilmiyor. Oyandın yattın, oyandın yattın. Ha. Yıkılmış bir yerinde. Hə. Heç nə, o hindişkalar dayanmır. Mən bayaqdan gəzirəm, onlar da məndən gəlir. Onlar dedi atam maşına gidecekti. Atam maşını cızmasınlar diye böyle de götürmüşüm. Onlar götürmeyin. Koruyucu. Mələk. Getdim çölə. Biraz hər şeydən. Gəldim evə. Biraz açım çox istədi. Günorta yeməyimiz kət çolpası. Qaynanamın ellerindən. Validə Sultanın qəşəng qovurub bizi için kartofla. Bəh, yeyəcək. Belə çəkim xanım. Nə aşkım? Hə, buna da əmsi oğlu şey düzərdib. Belə, nədir bunun adı? Vığvığa. Vığvığa. Vığvığa düzəldib. Elə baxım. Ya. Hə, elə. Şöyle çekelim. Deyən vığvığamızı göstərək. Değil. Yoksa bundan da var. Yo, buna da düzəldib. Ama Allah bilmiyorum ben. Bir yana kulağına sonuç. Böyle gözük götürdüm. Baxın. Aha. Çok testilemiyor orada kızı. Yavaş. Yüzka düzəltdim. Hı. Da çolpalarımı çəkiliyor. Çəkin xanım. Gedim çölə isitməyə qoymuşam. Gedim baxım onlara. Ya bu yemin. Yandırayım. Boğulma. Çok boğulması. Bu da çörəklərimiz qızır. Bu da Eltoşun tutma gətirib. Kələm, həftə becər, bir də pomidor. Zoğal pomidor mən də tutmuşdum. Harda otur. Oyun zamanı. Bak gör. Gelmesin bir de. Bir yaşayan takıla torunu taktıram, torunu tamamda yaşayan taktıram. Və yedim. Yavaş. Yoksa bir tane limon bunlar. O birisləri neynəmsən? Neyse hocam. Elə. Qəşəng yanır. Belə piliyəndə tutuşur. İndi mənim çox başım çıxmır. Xoşum gəlir. Alışdıramadım ama deyəsən. Uşaqlar dalaşır. Niyə dalaşırsan Aylin? Kimdən dalaşırsan? Bir dənə axşam çay içək, meyvəmizi falan yeyək. Biraz oturaq, söhbət zad eləyək. Aha, yandırdım. Ha, baxın, yandırdım. Az da olsa yandırdım. Ya.
Yo balam, mən özüm prosto elə belə tüstüyün iynə xoşum gəlir. Fidan da gəlib başını soxmasa mümkün deyil. Bu quru odun deyil. Yanına yaxşı başqa odunlar qoyanda lap yaxşı yanır. Hadi başla. Belə. Heç nə bağlayaq biraz. Mama gəlib məni öldürəcək. Evi tüstü elədim. Şeylərimi görəndən sonra gedib Fidan şey gətirib buna bax. Yox, qırma elə qoy. Belə balaca taxta gətirib onu qoyanda lap yaxşı alışır. Yusif. Hə, birini də qoyursan. Birini də qoysan Yusif. Böyle da. Buna bak. Çözdüm. Görə indi necə olacaq, alışacaq. Hə, balaca taxtalar da alışacaq. Alışıb başlayır. Bəs eləyir də balam. Yok. Orada bekliyor. Fidan siz için peç qalır. Allah. Все, alışacaq. Necə bir adam sizin üçün pes qalır. Fidan kimi adam pes qalır. Bu günləri gördük. Bəsdir, qurdalama, peçi söndürəsən, çay içirik, oturmuşuq. Hələ. İki evdə də peç var. Həm oturan evdə, həm mətbəxdə. Qaz da var, belə dörd göz də işlədir. Yemək falan onda bir şey. Prosta bu da yanır evi isitmək üçün. Yavaş, tüstü oldu. Heç nə Fidan. Bəsdir, dur, bağla ağzı. Özü yanacaq. Hə, qoy öyle. Axırı çox, necə deyim, Mama oradan gördüm. şeylərdən sonra peçi alışdırmışıq, yanır. Biraz Fidan, biraz mən, biraz Yusif. Axırı ki peçi yandırdıq. Axırı yanır. Heç də indi oturaq peç qırağında. Şeyləri közlər qabağa vermək lazımdır ki, onun üstünə qoyanda yansın. Hə. Hava vurur. Aha, bilməyənlər üçün deyim, olar ki birdən nə vaxtsa peç qalayarsınız, közü qabağa çəkmək lazımdır, quru odunu onun üzərinə qoymaq lazımdır. Yusif elə deyir. Oturmuşuq. Fidan narla imtahandadır. Biz çay falan içmişik, indi süfrənin üstünü yığışdırmalıyıq. Çaynıyımızı zadımızda qoymuşuq ora. Belə, bu gün də biraz sizə çəkə bildiyim qədər çəkdim. İnşallah sabah növbəti bir videoda, vlogda görüşmək ümidi ilə sabah yenə video çəkəcəm. Maraqlıdırsa izləyin, rəy yazın, abunə olun, bəyənin, linkimi paylaşın. İndidən hamınıza təşəkkür bildirirəm. Çox sağ olun, var olun izlədiyiniz üçün.